Qeyd etdiyimiz kimi bu videoda position info şitinin doldurulması ilə əlaqədar izah verməyə çalışacağıq. Bu position info Baku və position info regions, bunlar iki fərqli şit olsa da mahiyyəti eynidir. Hansı ki təşkilatlarda, regionlarda müəyyən vəzifələr var, onları position info regions şitinə daxil etmək məqsədə uyğundur. Hansı ki təşkilatlarda, regionlarda, yəni Azərbaycan regionlarından söhbət gedir, vəzifələr yoxdursa, onlar sadəcə position info Baku şitinə məlumatlar daxil etsələr kifayətdir. Bu şitdə bir neçə dənə sütun var. Birinci position title. Bura siz öz təşkilatlarınızda olan vəzifələri, hər vəzifədən neçə dənədirsə, həmin sayda daxil edirsiniz. Bunu tək-təkdə daxil etmək olar, toplu şəkildə bura copy-paste etmək olar. Sadəcə bunu paste edərkən, copy-paste edərkən, yəni tutaq ki, copy-paste edərkən bunu sadəcə məlumat kimi paste etmək tövsiyə olunur. Job family name. Bunlar hər bir vəzifənin, müvafiq vəzifənin hansı iş ailəsinə aid olduğunu burada biz göstərdik. Eyni zamanda ondan daha sağda job subfamily name. Bunlar üzərinə gəldiyimiz zaman hansı job familylər var, bunlar görsənir. Job familylər. Eyni qaydada job subfamilylər görsənir. Bunlar bizim daha öncə sizə izah etdiyimiz qayıt şitində mövcuddur. Burada isə hyperlinklərlə keçidlər təmin etmək olur. Həmçinin position title-a biz bastığımız zaman, burada da hyperlink var, gəlir bizim job catalog and descriptions şitinə, hansı ki bu bizim benchmark deyək ki, positionlar burada hamısı yəni mümkün qədər verilmişdir. Təxminən 2000-ə yaxın burada benchmark job siz tapa bilərsiniz. Buradan da təkrar bastığımız zaman yenə position info Baku şitinə qayıdır. Burada müvafiq biz job family-ni seçdiyimiz zaman, yalnız həmin job family-yə aid olan job subfamily-lər dependent selection olaraq bizim ixtiyarımızda olur və məlumatları daxil etdiyimiz zaman məlumatlandırma rəngləndirmə ilə fərqlənir. Yəni biz bilirik ki, artıq hansı məlumatları daxil etmişik. Eyni qaydada career type and career level hissəsini də biz bu qaydada daxil edirik, müvafiq hər bir vəzifə üçün. Tutaq ki, burada biz executive seçmişiksə, o zaman ikisi aktiv olur, yəni hansı ki executive qrupuna aid olan levellər. Yox, əgər biz tutaq ki, burada managementi seçsək, şərt olaraq, managementə aid olanlar burada aktivləşir, onu seçə bilirik. Burada sadəcə düzgün seçim etmək üçün, yenə də deyirəm, job family və job subfamilyləri bir əvvəlcədən diqqətlə baxmaq lazımdır. İkinci olaraq da hər bir vəzifənin məlumatlarını daxil edərkən istər iş ailələri məlumatlarını, istərsə də career type və career level məlumatlarını daxil edərkən bizim benchmark joblardan da yararlanmanı tövsiyə olunur. Demək, biz bura nümunələr daxil etmişik gördüyünüz kimi. İndi onları sizə izah etməyə çalışacağıq. Bax, gördüyünüz kimi Chairman of the Board. Burada biz görürsünüz top management job family olaraq seçmişik. Amma job subfamily olaraq isə seçmişik Group Corporate Management Hire. Nəyə görə? Çünki adətən Chairman of the Board bu qrupda olur. Amma Head of Organization biz diqqət edərsəniz 3 dənədir. Hər birisi top managementdədir iş ailəsi olaraq. Amma iş ailəsinin alt qrupu, yəni job subfamily olaraq bunlar həm Group Corporate Managementdə var, həm Subsidiary Tire'da var, həm də Local Unit Tire'ında bunlar öz əksini tapmışdır. Hər birisinin də amma görürsünüz Executive və Head of Organization olaraq Career Type və Career Level'ları göstərilmişdir. Nümunə olaraq biz HR-ı da burada göstərmişik. Hansı ki, digər iş ailələrinə uyğun da bu şəkildə qeyd olunacaq. Tutaq ki, Head of HR eyni qaydada. Head of HR ümumi qrup management tayarında da ola bilər. Yəni bu böyük bir təşkilatın Head of HR-ından söhbət gedir. Subsidiary Division tayarında da ola bilər. Bu artıq o deməkdir ki, bu ikinci səviyyə bir təşkilatda Head of HR-dır
Və nəhayət Local Operational Unit tayarında isə bu artıq single unit, burada bir dənə müəssisənin HR-ının rəhbərindən söhbət gedir. Ona görə də bu məlumatları daxil edərkən həmin o qaydalara riayət edilməsi məqsədə uyğun sayılır. Daha sonra isə biz HR-da olan digər vəzifələri burada görürük. Tutaq ki, HR Manager. HR Manager ola bilər, tutaq ki, General-da ola bilər, yəni ümumi HR işləri ilə məşğuldur bir rəhbər olaraq. O zaman management və tutaq ki, manager funksiyonunu biz seçirik. Daha sonra ola bilər ki, recruitment-də HR Manager olar. Yəni vəzifənin adı HR Manager-dir, ancaq recruitment-də olur. Eyni qaydada specialistlərə biz gəldiyimiz zaman tutaq ki, görürük ki, burada General-a aid müəyyən vəzifələr var. Baxın, sayları fərqlidir ancaq. Tutaq ki, Senior Specialist 2 dənədir. Məsəl üçün, Specialist 6 dənədir. Entry Level Specialist isə 2 dənədir. Amma hər birisi hansı iş ailəsindədir? HR. Hansı sub-familidədir? General. HR-da General sub-familisinə aiddir. Eyni qaydada Reward and Compensation Benefits deyək ki, alt qrupunu da biz göstərmişik nümunə olaraq. Hər birisi HR Specialistdir, ancaq bu HR Specialistlərin hamısı HR iş ailəsinə aiddir təbii ki. Bunlar Reward Compensation and Benefits ilə məşğul olan HR-lardır. Hər birisi professionaldır, çünki bütün HR Specialistlər professional kateqoriyasına aiddir. Və burada isə diqqət edək, biz expert var, bir nəfər və Senior Specialist var 2 nəfər, Specialist var 2 nəfər, Entry Level-də yenə də 1 nəfər. Bu qaydada biz bütün, deyək ki, həm istər top management olsun, istər HR olsun, istər marketing, sales, quality digər iş ailələrinə müvafiq həm rəhbər vəzifələri, həm tutaq ki, menecer vəzifələrini, həm specialist vəzifələrini, həm də varsa əgər tutaq ki, istehsalatda və ya digərlərində paraprofessional vəzifələrini bu qaydada biz daxil edirik. Və benchmark joblara bax, burada necə biz faydalana bilərik? Yenə deyirəm, position title-a biz gəlirik. Məsələn, tutaq ki, buradan biz HR-ı seçirik. HR-ı seçirik. HR-ı seçdiyimiz zaman artıq HR-da ola biləcək potensial 131 dənə burada bir-birindən fərqli biz göstərmişik. Təbii ki, bu bütün təşkilatlarda ola biləcək potensial bütün vəzifələri əhatə etmir. Bu sadəcə bir standart mahiyyətindədir. Yəni, hansısa təşkilatda fərqli, buradakı təsnifata birə-bir uyğun gəlməyən müəyyən pozisyonlar ola bilər. Onları sadəcə buradakılarla benchmark etmək lazımdır. Ancaq qeyd etmək istəyirəm ki, Azərbaycan reallıqlarını biz nəzərə alaraq bunu hazırladığımız üçün düşünürük ki, hansısa bir təşkilatda mövcud ola biləcək HR vəzifələrinin demək olar ki, tamamına yaxını, yəni 90%-dən çoxu burada əhatə olunmuş hesab eləmək olar. Burada da vəzifələrin sadəcə adlarına deyil, eyni zamanda onların tutaq ki, career type və career level'larına benchmark deyək ki, jobların, həmçinin common duties and responsibilities hissəsinə, sonra typical education və relevant experience hissələrinə də diqqət yetirmək demək məsləhət görülür. Nəyə görə? Çünki sadəcə adla biz əgər baxıb doldursak buranı, o zaman burada bir sıra vəzifələr qeyri-dəqiq doldurulma riski ortaya çıxa bilər. O riski eliminate etmək üçün, yəni ortadan qaldırmaq üçün məsləhət görülür ki, bu job kataloqdan düzgün istifadə olunsun. Beləliklə, hər hansı bir deyək ki, təşkilatda var olan, mövcud olan bütün vəzifələr dediyimiz kimi position title sütununa daxil edildikdən sonra hər bir vəzifənin bir job family və job subfamilyləri burada işlənilir. Daha sonra career type və career level'ları işlənilir. Növbəti sütunlarda isə gördüyümüz kimi average monthly base pay, bunlar gross olaraq hər birisi daxil edilir, zaten göstərilib başlıqlarında. Daha sonra illik bonus, daha sonra average additional gross, burada isə ona hansılar aiddir, o da izahı verilir xüsusi. Daha sonra average sales bonus. Average sales bonus əgər satış bonusu alan vəzifələrdirsə, onları
göstərmək lazımdır. Əgər satış bonusu almırsa hansısa vəzifələr, onlarda bu hissəni boş qoymaq lazımdır. Biz sadəcə bunları şərti olaraq belə deyək də daxil etmişik ki, görünsün ki, məlumatları daxil edəndə rəngləndirmə fərqi özünü göstərir. Digər sonuncu sütunda isə average offshore allowance göstərilir. Yəni yenə də qeyd etmək istəyirəm ki, average additional, average sales və average offshore allowance bunlar optionaldır. Yəni müvafiq vəzifəyə bu deyək ki, kateqoriyalara uyğun ödənişlər edilmişdirsə və ya edilməsi nəzərdə tutulursa, onları burada biz göstəririk. Hər bir deyək ki, vəzifənin məlumatlarını daxil etdiyimiz zaman gördüyünüz kimi onların rəngləndirməsi dəyişir. Tutaq ki, bu Chairman of the Board biz daxil etmişdik 30.000 deyək ki, şərti olaraq AZN. Burada isə bonusu da 100.000 AZN. Artıq görürsünüz, həmin dəqiqə rəngləndirmə özünü göstərir. Beləliklə, bu Position Info sheet'i bu qaydada doldurulur. Qeyd etmək istəyirəm, yəni yenə də questionnaire-ın doldurulması mərhələsində hansısa çətinliklər olsa, biz çalışacağıq ki, yenə də birə-bir dəstək olaq. Çünki bunu önəmli hesab edirik. Ona görə ki, aparılmış təkmilləşdirmələrin təşkilatlara daha faydalı olmasını təmin etməyə çalışırıq. Yəni biz bu təkmilləşdirmələri etməkdə ən əsas məqsəd odur ki, təşkilatlar questionnaire-dən, daha doğrusu questionnaire və onun nəticəsində hazırlanan hesabatdan daha çox yararlansınlar. Burada nəsə anlaşılmayan hissələr olduğu zaman yenə də deyirəm, müraciət edilməsi gerəkən hissələr qayıt şitidir. Burada hər şey aydındır və dəqiq göstərilib. Yəni hansı iş ailələri var, tutaq ki, hansı kariyer level'lar var, hansı kariyer type'lar var. Bunlar hamısı göstərilib və eyni zamanda job katalog şitində də yenə də benchmark joblar göstərilib. Bunlardan tez-tez linklərlə də istifadə etmə imkanı təmin olunub hyperlinklər vasitəsilə və bu qaydada məlumatları daxil etmək kifayətdir ki, questionnaire-ni düzgün və sərbəst şəkildə doldurmaq mümkün olsun. Position info sheet ilə əlaqədar, bunun doldurulması ilə əlaqədar hələlik bu qədər. Hansısa digər çətinliklər olduğu zaman qeyd etdiyimiz kimi birə-bir dəstək verilməsi də nəzərdə tutulmuşdur. Təşəkkür edirik və anketdə iştirak etdiyiniz üçün sizlərə təşəkkürümüzü bildiririk. Sağ olun.